Salam dəyərli tələbələr, hər vaxtınız xeyir. Bugün sizinlə bəzi sualları nəzərə yetirəcək. Baxacağımız ilk sual 8-ci sualdır. Deyir şəkildə gördüyümüz bölmə, yəni lent qrupu hansı lent tabında yerləşir? Uşaqlar, review lent tabında yerləşir. Bu da proofing lent qrupudur. Deməli, burada bu orfoqrafik və qrammatik səhvlərin bildirilməsi üçün istifadə olunur və burada iki şey var. Orfoqrafik səhvlərdə qırmızı dalğalar olur. Qırmızı dalğalar, tamam mı? Qrammatik səhvlərdə isə göy düz xətt olur. Bu belə və bunun klaviaturadan qısa yolu F7-dir. Boyaqda saxlayıb. Bunun klaviaturadan qısa yolu F7-dir. Sonra gəlir sinonimlər. Bu sinonimlərin tapılması üçün istifadə olunur. Bu da klaviaturadan qısa yolu. Buradan yazıram. Shift F7. Təbii ki, burada bir də plus da var. Shift F7 ilə sinonimləri aktivləşdirmək olar. Bu word count nə üçün istifadə olunur desəz, deyəcəyik ki, bu word count sözlərin statistikasını bildirir. Yəni, neçə dənə söz var, onu göstərir. İndi gəlir 9-cu suala. Deyir ki, aşağıdakı hansı homeland tabının homeland tabına vərəq nədir burada düşüb? Üzr istəyirəm, yəqin ki, səhvən düşüb. Homeland tabına aid deyil. Font aiddir. Clipboard aiddir. Styles aiddir. Editing aiddir. Düzgün cavab Y variantı. Edit, header and footer nədir? Aid deyil. Bu harda yerləşir? Insert lent tabında yerləşir. Keçək 10-cu suala. 10-cu sualda 19 səhifəyə sənədin 10-cu səhifəsində nəsə bu əmri yerinə yetirəndə -10 yazıb təsdiqləsək hansı səhifə görüləcək? İlk öncə qoltuq haqqında danışmaq istəyirəm. Qoltuğun 2 də klaviatura düyməsi var idi. Biri Ctrl-C idi, biri də F5 idi, dəyərli yoldaşlar. Deməli, 19-cu səhifənin dayanıb orada -10 yazsan, yəni 19-dan 10 çıxsan, hara getmiş olacaq? 9-cu səhifəyə getmiş olacaq. Gəlirik 11-ci suala. Deyir şəkildəki əmr hansı lent tabında yerləşir? Paragraf bir layoutda var idi, bir də home-da var idi. Demişdim ki, uşaqlar, home-un paragrafı daha zəngindir, layoutun paragrafı daha kasıbdır. Ona görə də düzgün cavab C variantı. Keçək 12-ci suala. 12-ci sualda da deyir ki, üzr istəyirəm, 45 səhifəyə sənədi hansı səhifəsində Find and Replace Go to pəncərəsini keçsəm, -9 yazsaq 25-ci səhifə alınar. Nədən 9 sıxsan 25 alınar. X də bərabərdir 25 plus 9. 25 üstə 9 gəlir necə edir uşaqlar? 34 eləyir də, düzdür. Səhv demədim ki. 34 eləyir.